Salam dəyərli izləyicilər, sizinlə ekoloji problemlərə aid olan test tapşırığına baxırıq. Qeyd edirik ki, ölkə və mövcud ekoloji problemin doğru göstərildiyi ölkələr. Və bu sıralamanı yəqin ki, dərslikdə biz görmüşük. Bu sual dərslik əsasında tərtib olunmuş sualdır. Dərslikdə belə bir sxem var. Əslində dərsliksiz də bunun məntiqi yolunu tapmaq mümkündür. Belə bir sxem var. Mən bu sxemi sizin üçün qoymuşam ki, həm də bunu öyrənəsiniz. Bu sxemə əsasən qruplaşdırıb testimizi həll edəcəyik. Braziliyada terikon təpələr, bəli, terikon təpələr nədir? Faydalı qazıntılar çıxarılarkən tullantılar olur çoxlu. O tullantılar kənara yığılır və bu da təpələr şəklində olur. Buna deyilir terikon təpələr. Braziliyada faydalı qazıntılar çoxdur və terikon təpələr problemi də mövcuddur. Nigeriyada, baxın, daşqınlar yazılıbdır, amma Nigeriyanın problemi nədir? Səhralaşmadır. Buna görə də bu daşqınların qabağından xətt çəkirik. Hindistanda problem nədir? Məişət tullantılarıdır. Sənaye tullantısı deyil. Hindistanın problemi deməli sənaye tullantısı deyil. Qabağından xəttimizi çəkirik. Yaponiyanın ekoloji problemlərindən biri, bəli, sənaye tullantılardır. Cavab, yəni 4 düzgündür. Avstraliya meşə yanğınları, bilirsiniz, bir neçə il bundan əvvəl Avstraliyada güclü meşə yanğınları olmuşdur. Yəni ekoloji problemlərdən biri meşə yanğınlarıdır və ən sonda isə Polşa. Polşada quraqlıq problemi deyil, Polşada daşqınlar problemi var və bu da səhvdir. Düzgün göstərildiyi deyir deyə 1, 4 və 5 D variantını seçirik.